mən Yusuf Bəylə bugün şəhər daxil sürmə dərsimizdəyik. Yusuf Bəy, görürsən maşının arxasında 2 dənə sağda və solda olan işarələri. Bunlar deməli imtahana salırlar. Tanınma nişanlarıdır. Misal üçün, iri qabaritli yük daşıyırsansa, misal üçün qabaritindən kənara çıxırsa, bəli, bu zaman o nişandan nişanlanmalısan. İndi burada normaldan yük qabaritindən kənara çıxmır, o nişanları quraşdırmağa ehtiyac yoxdur. Əgər yük qabaritindən kənara çıxırsa, məsələn, yanlardan 0,4 metrdən çox çıxırsa, o nişan quraşdırılmalıdır. Maşının arxasından və önündən 1 metrdən çox çıxırsa, o nişanlar quraşdırılmalıdır. Burada indi düzdür, əsassızdır, quraşdırılmamalıdır. Quraşdırıblar, lap yaxşı. Bu imtahana düşür. Bax, o kvadrat var, kvadrat forması normalda əslində qalsa, sağını yandır, dairədə maşın olsa gözləyirsən, yoxsa sür. Bax, yoxdur bu dəqiqən, bax, girdi dairəyə kimsə, tələsmə. Yavaş-yavaş ver, baxaq solunuza, aferin, kesin. Bax dostum, o kvadratın ölçüsü 400-400-ədir. Yəni, düzdür, bu ölçü deyə bilərsən, müəllim, kim neyinə lazımdır, amma imtahana düşür. Sola yanında keçmiş olsu var. İmtahana düşür, qardaşım. İmtahana hazırlaşan yoldaşlar, bax, bu məlumatdan faydalana bilərlər. Bax, bu kimi maşınların arxasında qalma, yanında getmə. Görürsən, yük açıq vəziyyətdədir. Hər an, hər dəqiqə oradan yük qopub bizə doğru gələ bilər. Buna görə də ehtiyatını saxlamalısan. Öz yoluna davam elə. İndi çəkiliş dayandırıram, dərsimiz davam edir.